Bismillah, velhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Dəvət edərkən diqqət edəcəyimiz ən vacib məsələ insanları tövhidə dəvət etməkdir. Bəli, bəzən insanlar bizim gözəl əxlaqımızdan təsirlənə bilərlər, ibadətlərdəki sadiqliyimizdən təsirlənə bilərlər, cümədəki davamiyyətimizdən və s. və s. və s. Yəni, kimsə ola bilər ki, bizdə ibadətə baxıb təsirlənsin. Lakin biz onları dəvət elədiyimiz zaman, onlarda yaxınlıq gördüyümüz zaman, onlara tövhidi anlatmalıyıq və biz başa düşməliyik və onları da başa salmalıyıq ki, bizim ibadətlərimizdəki sadiqliyimiz, qulluğumuzda olan sadiqliyimizin ən əsas səbəbi tövhiddir. Yəni, Allah Azza və Cəllənin ibadətdə birləmə qayəsi və məqsədidir. Bu, belə olduğu təqdirdə bir məna ifadə edir həmin qulluq və ibadət. Və ona görə bu mütləqdir ki, insanları dəvət elədiyimiz zaman İlk şey tövhid olmalıdır. Necə Muaz bin Cəbəl radiyallahu anhun Rasulullah sallallahu aleyhi və səlləm Yəmənə dəvətə göndərdiyi zaman deyir ki, onları ilk dəvət edəcəyin şey Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığı və mənim Allahın Rəsulü olduğuma iman etmələrdir. Yəni, birinci budur, şəhadətdir. İlk öncə, Lə iləhə illallah və Muhammedur Rasulullahı bilməlidirlər, başa düşməlidirlər ki, sonra digər ibadətləri qəbul edib üstündə istiqrarlı ola bilsinlər. Və hədisin davamında Allah Resulü sallallahu aleyhi ve sellem bu ki, əgər deyir, buna itaət etsələr, sonra onları Allah Azza və Cəllənin onlara gecə və gündüzdə 5 vaxt namazı fərz etdiyini onlara danış, onlara de. Görürsünüz, birinci nə gəldi? Tövhid, yəni şəhadət. Sonra isə ibadətlərə yönləndirmə gəldi. Çünki əgər tövhid olmasa, ibadətlərin bir faydası olmur. Çünki tövhid özdə nədir? İfradullahi Teala bil ibadə. İbadətdə, qulun ibadətlərində Rəbbini birləməsidir. O Rəbbin birlənməsi, məqsədi, qayəsi olmadığı təqdirdə ibadətin də bir mənası qalmır. Ona görə Allah Azza və Cəllə buyurur ki, və mə xaləqtul cinnə vəl insə illə liyəbudun. Mən cinləri və insanları ancaq və ancaq mənə ibadət etsinlər deyə yaratdım. İbn Abbas radiyallahu anhu bu liyuvahhidun olaraq ancaq məni ibadətdə birləsinlər deyə həmin ayətin son hissəsini bu şəkildə təfsir edir, bu şəkildə şərh edir. Ona görə əziz qardaşlarım, dəvət etdiyimiz zaman tövhidlə bağlı məsələləri ilkin olaraq insanlara danışmalıyıq, bunu insanlara öyrətməliyik. Amma bunu da ən asan yolla, ən gözəl yolla öyrətməliyik. Yəni, insanlara qalın kitabları verərək yox, kiçik yazılar, broşuralar, kiçik məqalələr və yaxud da ki, kiçik izahlarla insanlara ilkin mərhələ tövhidi izah eləmək lazımdır. Rahat bir şəkildə tövhidi izah eləmək lazımdır. Yəni, alimlərin də metodu bu olub, Allah Resulü sallallahu aleyhi və səlləmin də metodu bu şəkildə olub. Və bütün peyğəmbərlərin də göndəriliş qayəsi budur. وَلَقَدْ اُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذ۪ينَ مِنْ قَبْلِكَ لَاِنْ اَشْرَقْتَ لَيَحْبَتَنَّ عَمَلُكَ وَلَتَكُنَنَّ مِنَ الْخَاسِرِينَ. Sənə və səndən öncə göndərilənlərin hamısına bildirilmişdir ki, əgər şirk qoşsan, vəhiy edildi ki, əgər şirk qoşsan, bütün əməllərin pus olacaq və qüsrana uğrayanlardan olacaqsınız. Yəni, əlbəttə ki, biz bilirik ki, peyğəmbərlərin şirk qoşması deyilən bir məsələ yoxdur. Onlar çünki tövhidi yer üzündə bərqərar etmək üçün gəliblər. Amma burada qayə, məqsəd nədir? Yəni, onların hamısının gəlişi şirki yox etməkdir, şirkdən çəkindirməkdir. Bunu bildirmək istəyir Allah Azza və Cəllə bizlərə. Ona görə bizim də yəni, dəvətdə ilkin qayəmiz nə olmalıdır? Tövhid, yəni insanları ən uca, məruf, ən böyük yaxşılıq olan tövhidə çağırmaq və ən böyük pislik olan, münkər olan şirkdən isə insanları çəkindirmək olmalıdır. Əsas qayəmiz Allah Azza və Cəllə bizə işti faydalanlarda etsin. Əmin. Elhamdülillahi Rabbil aləmin.